Deməli, müəllimlər, dərsimiz bu gün nə olur sizlə? Durğu işarələri, düzdürmü? Durğu işarələri. Keçək deməli. Buradan götürək. Başlayaq. Səsim aydın gəlir hər kəsə? Bəli. Başlayaq. Deməli, durğu işarələri. Durğu işarələri. Birincisi, bir şey yadda saxlayın ki, hər hansı bir qrammatik qaydanı yadda saxlamaqdan əvvəl hər bir durğu işarəsinin bir məntiqi var da. Yəni ki, bu durğu işarəsini biz niyə qoyuruq? Yəni, bu məntiqi tuta bilsəz, ondan sonra orada hansısa bir durğu işarəsini qoyulmadan problem yaşamayacaq. Sadəcə məntiqini tutmaq lazım. İndi mən də sizə həmən o problematik məsələləri deyirəm ki, yadınızda qalsın. Aydındır? Bəli. Deməli, başlayırıq. Biz hansı durğu işarələrini danışırıq və dərsimizdəki əsas durğu işarələrimiz hansılardır? Biz danışacaq ən çox bu vergüldən, biz danışacaq qoşa nöqtədən, tirədən və dırnaq işarəsindən. Düzdür? Həmən bəs digər durğu işarələri onlardan danışacağım. Düz onları məsələn sualın və nidanın qoyulma problemi məncə siyasi yoxdur, amma harda və necə istifadə olması haqqında deyəcəm ümumi olaraq. Deməli, birinci başlayırıq bu vergüldən. Vergül. Vergül fasilədir. Bu fasilənin səbəbi var. Necə ki, mən şifahi nitqdə sənlə danışanda mən fasilə verməklə sənə fikrimi rahat çatdıra bilirəm. Yəni, gələn bunu yazı nitqdə eləyə bilmirəm axı, alınmır. Düzdürmü? Yazı nitqdə bu baş vermir. Məcburam yazı nitqdə fikrimi dəqiq çatdırmaq üçün vergüldən istifadə edeyim. Məsələn, fərz eləyək ki, dərs belədir. Fikrim belədir ki, deyirəm ki, o evə getdi. Bunu sənə yazıb göndərmişəm. Düzdürmü? Vergül qoysam, fərqli bir şey başa düşürsən, qoymasam fərqli bir şey başa düşürsən. Görürsünüz? Bəli. Yəni, vergülün ortaya çıxma səbəblərinin biri budur ki, mənim yazdığım bu mətni qarşımdakı adam dəqiq başa düşsün. İndi gəlin xatırlayaq, biz vergülü hansı məqamlarda qoyuruq? Buradan yazıram ki, vergül qoyulma məqamları. Vergülün qoyulması məqamları. Qoyulması məqamları. Vergülü harada qoyur? Yadımıza salırıq. Biz aşağıdan mövzuları keçə-keçə gəldiksə, məsələn, birinci, bu o və bu əvəzliklərdən sonra vergül. Düzdür? O və budan sonra. Deyirdik ki, o və budan sonra vergül qoyulur, amma bəzən nə vaxt vergül qoyulur? Məsələn, vergülü nə vaxt qoymurduq? Sifəti əvəz eləyəndə, düzdürmü? Bəli. Vergül qoyulmur da, onu başqa rənglə verim ki, yadınızda qalsın. Deməli, sifəti əvəz eləyəndə deyirik ki, vergül qoyulmur. Niyə? Məsələn, o ev, bu bina... Təyin oldu, olmadı. Bu birləşmənin tərkibini ola bilər. Məsələ odur ki, burada iki başlı məna yaranmadığı üçün də vergülə ehtiyacda qalmır. Sonra biz harada, nə vaxt vergülü qoymurduq? Vergül qoymurduq ki, əgər əvəzlik gəlibsə. Düzdür? Yazıram bura ki, əvəzlik gəlirsə. Məsələn, deyirəm ki, o məni çağırdı. Məsələn, burada vergül qoysan da, qoymasan da heç başqa cür anlaşılma yaranmır. Hə, amma biz demişdik ki, bəli, əsas məsələ sintaksis məsələsidir. Sintaksis mənə deyirsə ki, yox qardaş, mənə maraqlıdır, orada vergülümü qoy. Məsələn, o, mən və sən. Hə, burada vergülümü qoyasan. Niyə? Çünki burada vergülü tələb eləyən həmcinslikdir. Aydındır? Deməli, mən burada nəticə çıxardıram ki, mənim morfologiyada öyrəndiklərimə gəlir sintaksı tamamilə kürəyimi söküm, onunla gedim, yox. Bu bəzən bizi yanılda bilər. Sonra, digər deyirik ki, köməkçi nisəsi gələrsə vergül qoyulmayacaq. Düzdür? Köməkçi nitq hissəsi. Hə, burada da deyirik ki, hamısına aid deyil, təbii ki. Modal söz gəlsə, bəli, ara söz vergül tələb edir. Hə, məsələn, deyirsən ki, məsələn, o da gəlir, hə, bağlayıcıdır, vergül ehtiyac yaranmır. Amma modal söz olsa, o əlbəttə gəlir.
Ha, bu vergüldə bu modalın vergülüdür. Aydındır mı? Onun bunun vergülü deyil. Sonra növbəti məsələ deyir ki, feil gəlirsə. Feil gələrsə. Ha, feil gələrsə deyir ki, vergül olmur. Məsələn, deyirsən ki, o danışır. Amma elə məqam yarana bilər ki, cümləni biz iki cür anlaya bilərik. Məsələn, deyirəm ki, fikir verin bura. Yazıram ki, o yazdığını oxuyur. Hə, indi mən bunu yazıb göndərmişəm Murada. Bura vergül qoysam, Murad başqa cür anlayar, düzdürmü? O yazdığını oxuyur. Qoymasam başqa cür. Deməli, bəzən bu feili sifət gələndə, əgər orada iki başlılıq yaranırsa, vergül qoyula bilər. Qoyulmalıdır demədim, ha? Qoyula bilər. Bax, bundan ehtiyatlı olun. Sonra... Yəni, burada o yazdığını, hansı yazdığını o mənada. Hə, o mənada. Müəllim, Sonra devam. misal verə bilərəm. Buyur. Məsələn, orada o kim sualına cavab verir, amma iki başlı yaranmırsa, vergi qoymur o. Ehtiyac yaranmır. Bəli. Məsələn, bax, burada bax, ehtiyac yoxdur vergi. Bəli. Sonra keçirik sintaks mövzusuna. Sintaksda biz vergülü harda qoyuruq? Gəlin yadlı salaq. 1. Kitab və ara sözdə. Düzdür? Kitab və ara sözdə. Düzdürmü? Deyir ki, bunlarda vergül olur. Amma həmişə vergül olurmu? Xeyr, olmaya bilər. Məsələ nədir? Bax, sizə bəzi şeyləri deyim. Məsələn, kitabda deyirəm ki, məsələn, Elvin vergül qoyuram, deyirəm dərs oxu. Düzdür? Bir də deyirəm ki, Elvin, ben nida işarəsi qoyuram, dərs oxu. Onda dərs sözü necə başlamalıdır? Böyük. Böyük hərflə. Eyni şey ara sözdə də olur. Bax, diqqət edin. Və ya xitabda da, modal sözdə də olur. Məsələn, deyirəm ki, sözsüz dərs oxuyur. Düzdür? Bir də deyirəm ki, sözsüz nida işarəsi qoyuram, dərs oxuyur. Bəs burada fərq nədir? Baxın, müəllimlər. Burada incə bir dənə fərq var. Əgər kitabdan sonra nida varsa, o ikinci bir cümlə deyil. Bu bir dənə cümlədir. Burada cəmi bir cümlə var. Amma burada nida qoydumsa, bu artıq neçə cümlədir? İki cümlə. Niyə bu belə olur? Müəllim, niyə belə olur? Çünki yazıda gəlib demişdi axı, ara sözlər bitmiş fikir ifadə edə bilir axı, o söz cümlə mənasında. Studiyamda zəng var. Yadımızda qalar. Bəli. Deməli, kitabdan sonra nida işarəsini görmək, orada ikinci bir cümlə olması deməkdir. Oxşar cəhət odur ki, bəli, növbəti söz böyük hərflə başlamalı. Amma ara sözdən sonra nida işarəsini görsəm, deməli, orada iki cümlə var. Yəni, sən deyə bilmərsən, buradakı bu bir cümlənin tərkimi ara söz var. Xeyr, bu artıq ikinci bir cümlədir. Onu ancaq burada deyə bilərsən. Və yaxud da birinci cümlədə deyirsən ki, cümlənin içərisindən nida işarəsi ola bilər. Görsən, nə öyrəndin? Cümlə daxilində nida işarəsi ola bilər. Amma burada onu deyə bilmərsən. İkincidə onu deyə bilmərsən. Çünki artıq fərqli cümlədir. Aydındır burası da? Bəli. Keçdik. Sonra biz vergülü Bir hara misal da belə bağışlayan bir misal da Mələkdə vermişdiniz. Mələk də yenə böyük adam gələndə elə olur. O başqa şeydir. O başqa şey. O buraxılmış durma şərəfi məsələsi danışacağıq onu. Darıxmıyor. Sonra ikincisi həmcins üzvlərdə. Amma təbii ki, bu həmişə belə olmur da. Həmcins üzvlər. Həmcins üzvlərdə ya tabesi bağlayıcısı olur, ya da vergül olur. Düzdür? Yəni, yalnız vergül ifadəsi doğru deyil. Məsələn, nümunə gəlin yazaq da. Kitabı, dəftəri aldım. Burada vergül ilə bildirə bilərsən bu sadalama intonasiyasını. Və yaxud da tabesi bağla tətbiq edə bilərsən. Kitabı və dəftəri aldım. Deməli, həmcüzlər olanda vergül olmaya da bilər. Gəldik üçüncü məsələ. Hansı ki, bunu danışmışdıq, bu əlavələr məsələsində. Üçüncü. Əlavələr məsələsində. Burada iki dənə vəziyyət ortaya çıxır. Birinci vəziyyət. Xəbərlə uzlaşmayan əlavənin hər iki tərəfində. Hər iki tərəfində vergül olacaq.
Məsələn, deyirsən ki, bax, ehtiyatlı olun, bu nümunələr Durğu Şahinəbağı testə düşür. Məsələn, yazırıq ki, biz bu xalqın gəncləri, nə bilim, filan şeyə inanırıq. İnanırıq. Biz mübtədadır, xəbərə bağlanır, amma ona əlavəsi olan bu xalqın gəncləri xəbərdən uzlaşmır. Nə edirəm? Bu zaman əlavənin hər iki tərəfindən nə qoyuram? Vergül qoyuram. Aqil müəllim, mübtədamız yalnız şəxs əvəzliyi olarsa olur bu, uzlaşma olunur. Yoxsa Birinci və ikinci şərtlərdə. bəli. Sonra, bu əlavənin birinci məsələsi. İkinci məsələsi isə, əlavədə heç də normal əlavədən danışır. Həmişə vergül qoymaq olmur. Sən əlavədə o vaxt vergül qoya bilərsən ki, sənin fikrin başqa cürə anlaşılmasın. Bax, yenə deyirəm. Məsələn, yazıram ki, bura, bax, fikir verin. Yazıram ki, Dilarə sabah, düzdürmü? Sonra yazıram, ayın 7-si işə getməyəcək. İşə getməyəcək. Baxın, burada sən ehtiyatlı olmalısan. Vergül qoysam, onda belə çıxır ki, Dilarə 2 dəfə işə getməyəcək. Başa düşürsünüz? Bəli. Deməli, əgər mən qarşımdakı adama əlavə var deyə fikrimi çatdırıramsa, mən bura ancaq tire qoymalıyam. Ya da vergül, yəni bağlayıcı qoymalıyam. Çünki mən bura vergül qoysam, o adam elə biləcək ki, Dilarə 2 dəfə işə getməyəcək. Vergül qoysaq həmzəslik olacaq da elə Aqil müəllim. bəli, Sabah ayın 7-si. Bizim prioritet məsələmiz budur ki, bunu yazdığım adam məni dəqiq başa düşsün. Aydındır? Müəllim, amma yəni belə də düşünə bilər də. Ya olmur da, ehtimalla olmur. Sintaksis ehtimal sevmir. Fikir dəqiq olmalıdır. Müəllim, burada həmcinslik nə oldu ki? Və Dilarə sabah ayın 7-si işə getməyəcək. Onun əlavəsi deyil, həmcins hansı oldu ki? Sən niyə qışqırırsan? Bu bir. Rekording olur. Bu iki. Üçüncüsü, getməyəcək kim? Dilarə. Nə zaman? Bir Müəllim, sabah. Allah haqqı səsin belə çıxır. İnanmırsınız. And olsun deyirəm Allah. Səsin belə çıxır. And içmə. İkincisi də ayın 7-si. Düzdür? Sabah da ayın 7-si. Sabahın əlavəsidir müəllim. Deyirəm də, əgər vergül burada qoysaq, onda belə bunu iki cür də anlaya bilərəm axı. Sabah bir də ayın 7-si işə getməyəcək. Anlaşıldı? Bəli. Sonra, ikinci bir vəziyyət. Məsələn, indi baxın, cümlələr siz çaşdırmasın, belə bir ifadə verə bilər. Bax, indi cümləni buraya yazıram. Yazıram ki, Dilarə sabah ayın 7-si, baxın, ayın 7-si ilk dəfə işə getməyəcək. İndi mən burada iki fərqli tarix düşünə bilərəm. Xeyr. Bəs salam, getməyəcək. Bu yalnız əlavədir də, elə deyil. Bəli, çünki bir şey ilk dəfə bir dəfə olar. Həmçinin dəfli olmaz. Deməli, mən burada vergül qoya bilərəm. Qarşımdakı adamlar məni səhv başa düşməyəcək ki, bəli, bu əlavədir. Gördünüz? Deməli, normal əlavədə nə vaxt vergül qoymalıyam? O iki cür anlaşılmasın. Bu da belə. Sonra gəldik. Tabiri mürəkkəb cümlə. Necə? Orada tire də qoya bilərik də. Bəli, qoya bilərsən. Bəli, qoya bilərsən. Sonra bu tabiri mürəkkəb cümlədə vergül məsələsi bəllidir. İndi bəzən aydınlaşma əlaqəsində qoşan nöqtədən istifadə olunan tabirçilikdə keçək bu vasitəsi nitq məsələlərindən yox, ora saxlayayım, onu axırda izah edeyim ən yaxşısı. Çünki qaşamalaşı olacaq. Gəldik bu tire vergül məsələsi. Tire ilə vergül bir-birinin əksidir. Buradan belə bir ayırıram buranı. Məsələn, tire ilə qoşan nöqtə, çox üzr istəyirəm. Tire bir də qoşan nöqtə. Bax, müəllimlər, bunlar bir-birinin əksidir. Məsələn, biz tire tətbiq elədiyimiz yerdə yerini dəyişsək qoşan nöqtə olur. Məsələn, baxın, tireni biz harada qoyurduq? Əgər həmciz üzvlər ümumiyyətli sözdən əvvəl gəlirsə, burada nə qoyuram? Tire qoyurdum. Düzdür? Məsələn, deyirəm ki, nə bilim, alma, vergül, armud, vergül, nar, tire, hamısı. Düzdür?
Amma bu yerin dəyişsəm, ümumiləşdir sözünü əvvəldə gəlsə, nə qoyacam burada? Qoşa nöqtə. Həmcins, həmcins, həmcins. Yəni, hamısı qoşa nöqtə, alma, armud, nar. Düzdürmü? Gözü bax, bu bir vəziyyət. Bəli. İkinci vəziyyət. Treni harada qoyuram? Aydınlaşdırma qədər tabisi mürəkkəb cümlədir. Məsələn, deyirəm ki, fikir verin. Ailə toya hazırlaşırdı. Xəttim idealdır, fərqindəyəm. Hamı məşğul idi. Amma yerin dəyişsəm, hamı məşğul idi. Ailə toya hazırlaşır. Üz istəyirəm. Qoşa nöqtə. Ailə toya hazırlaşırdı. Yadda qalar. Bu Yəni ikinci bir vəziyyət. hərfdəki cümlə tabirsiz mürəkkəb cümlədir. Hər iki tabisi mürəkkəb cümlədir. Bəs bunların fərqi Aqil müəllim, mən bu başa düşmədim. Hamı məşğul idi deyib, sonra aydınlaşdırıram. Görsən? Bəli. Aha. Amma burada isə aydınlaşdırıb, sonra ümumiləşdirirəm. Bəli. Yadda saxlayın ki, Bəli. qoşa nöqtə o vaxt qoyulur ki, mən ondan sonra nəyisə aydınlaşdırıram. Məsələn, baxın, üçüncü situasiyaya baxın. Onu fərqli rənglə verim ki, yadınızda qalsın. Məsələn, üçüncü situasiya. Qoşa nöqtəni biz nə vaxt qoyuruq? M gəlir əvvəldən, sonra gəlir V. Düzdür? Bəli. Niyə? İndi baxın, nümunə yazıram. Deyirəm ki, o dedi. Bax, o dedi. Nə dedi bilmirəm. İndi aydınlaşdıracağam. Aydınlaşdıracağım üçün qoşa nöqtə qoyuram. Ki, mən getmirəm. Aydındır? Deməli, qoşa nöqtənin məqamı haradır? Əgər bir şey deyib, sonra aydınlaşdırıram. Bunda da yerin dəyişsək, V bunun əvvəlinə keçsə, V öz dırnağında bu heç. Vergül tire, siz tirəyə baxın. Bu vergülün burada başqa şeydir, bunu deyəcəm. Tire M. Məsələn, deyirsən ki, mən getməyəcəyəm. Hə, düz yazdım, nəsə. Mən getmirəm, bəs fərqi yoxdur da. Vergül tire, o dedi. Bir dənə tirenin, bu qoşan nöqtə deyə alternativ olmayan bir versiya var. O da cümləzin əlavəsi. Yəni, hansı ki, orada qoşan nöqtə versiyası yox. Aydındır? Bəli. Onu da ki, hamımız bilirik də. Məsələn, deyirsən ki, nə bilim, Kamil, yəni tire, bizim dostumuz gəldi. Hə, bir dənə bu versiya. Bu da belə. İndi gəlir dırnaq işarəsinə. Dırnaq işarəsi. Dırnaq işarəsini biz fərqlənmək üçün qoyuruq. Dırnaq işarəsi. Dırnaq işarəsi Azərbaycan dilində bir neçə yerdə istifadə olunur. Ən məşhur ikisidir. Deməli, bunun birincisi bəzi mürəkkəb adlardır. Bəzi mürəkkəb adlar. Düzdür? Hansılarıdır? Məsələn, gəl yadında salaq. Deyək ki, restoran adlarıdır. Restoran, otel, ondan sonra Mineral sular. qəzet, jurnal, bədii əsər, film, tamaşa. Mineral order. sular olar, Aqil müəllim. Mineral Necə? sular. Mineral sular olar, sular. Badamlı sirap, mineral Onlar sular. dırnaqdadır ki, ya. Hə, qulaq asın. Səbirli olun, səbirli olun. Burada dırnaq işarəsi niyə qoyur? Niyə qoyur? Məsələn, bunun məntiqi var. Deyək ki, gəlin götürək bir dənə qəzet adını. Məsələn, yazıram bura ki, xalq qəzeti. Görürsünüz? Xalq qəzeti. Xalq qəzeti. Fərz edin ki, burada dırnaq yox. Gör necə başa düşürlər o. Başa düşdünüz? Nə demək istəyirəm? Məsələn, qabağına yaz. Deyək ki, cümlədə qabağa çıxıb ki, bu xalq qəzetidir. Düzdür? Dırnaqda olmasa nə başa düşürlər? Tamam fərqli bir şey. Tutun temasını. Yəni, bunu ona görə dırnaqda qoyuruq ki, qardaş, bu o deyil. Bunun adı xalqdır. Kimi çatdıra bildiyim və yaxud da deyirsən ki, Şuşa restoranı. Şuşa restoranı. Düzdür?
Bu dırnaqda olmasa, orada belə başa düşürlər ki, bu Şuşadakı restoranlardır. Onda ümumi xüsusi anlayış olmanı fərqləndirir. Ümumi olur, bir də Bəli. xüsusi bəlkə. Yox, burada ümumi xüsusi məsələsi deyil. Burada dəqiqləşmə məsələsidir. Konkretləşdirmək məsələsidir. Ümumi xüsusi başqa şeydir. Sonra Yığcam gəlir ki- olduqda müəllim, yığcam olduqda xalq qəzeti kimi dırnaqda Bəli. yəni, amma ümumi bütöv hamıya aid olduqda onda xalq qəzeti Bəli, kimi. bəli. İkincisi isə vasitəsiz nitqədir. Vasitəsiz nitq. Vasitəsiz nitqə. Vasitəsiz nitqə niyə dırnaq olur? Məsələn, deyək ki, mən yazmışam, Murada bir məktub yazmışam. Murada Elvindən danışıram. Deyirəm ki, ay Murad. Elvin dedi, bax bura. Elvin dedi, mən sabah gəlməyəcəyəm. Bu da mənim qoşan nöqtəm. Cümlənin sonunda müvafiq durğu işarəm, nöqtə hər nədirsə. Və bunu ona görə dırnağa alıram ki, bir növ müəllif hüququnu qorumuş oluram. Yəni ki, axı mən bunu Murada yazmışam. Ay Murad, Elvin dedi, mən sabah gəlməyəcəm. Yəni ki, Murad, bu cümlə mənim deyil ha. Nə olsun mən sənə yazmışam? Mənim deyil, Elvinindir. Başa düşdünüz? Yəni, dırnaq işarəsinin bir növ rolu müəllif hüquqlarıdır. Ona görə də sitatlar dırnaqda verilir. Sitatın özü də vasitə nitqin bir formasıdır. Və dırnaqda verilir. Aydındır. İndi bunu bildik. Vasitəsi nitqə dırnaq bir dəfə açılır, bir dəfə bağlanır. 2 dəfə dırnaq açıla bilməz. Bir şərtlə açılar ki, o bir dırnaq başqa məqsədlə qoyulsun. Məsələn, bax cümləyə fikir verin, sabahsı çaşdıra bilərlər. Deyək ki, Elvin dedi, bax, Elvin dedi, qoşa nöqtə. Dəli kürü oxumuşam. Baxın bura. Dəli kürü oxumuşam. İndi mən burada nə eləməliyəm? Fikir verin. Axı mən bir bu dəli kür bədii əsər adlı dırnaqda olmalıdır axı. Düzdür? Bir də bu vasitəsiz nitqi orada dırnaqda olmalıdır. Mən burada ikinci bir dırnaq aça bilərəm. Belə bir şey görmüşsünüz hardasa? Xeyr. Xeyr, əhsən. Deməli, sadəcə buradakı dırnağı bağlayaram, bu cümlənin sonundakı. Bitdi. Deməli, dəli kürün qabağında qoyulmuş bu dırnaq işarəsi ki var, bu həm bununla əlaqəli dırnaq işarəsidir, həm də bununla əlaqəli olan dırnaq işarəsi. Yadda qalar. Bəli. Ona görə də, Hakim- səbirli olun deyirəm, Aha. ona görə də ehtiyatlı olun. Diyaloq şəklinə verilən vasitəsiz nitqdə dırnaq olmur deyib, gelib dırnaqsız versiyaları çıxdaş eləməyin. Bəlkə orada mürəkkəbat veriblər sizlərə görə. Aydındır. Bəli. İndi baxın bura. Keçirik vasitəsiz nitqə. Agil müəllim, dırnaqla bağlı bir şey deyim. Bir də məcazi mənalı sözlər dırnaqda yazılır. O necə? Yəni onu da zəhmət olmasa izah eləyin də. O başqa şeydir. İroniya, kinayə ilə verilənlər. O başqa şeydir. O bu dırnaqdan deyil, eyni dırnaqda da Bu artıq dırnaqdan, bağlayırıq. amma o daha çox diqqət cəlb eləmək üçün. Bəli. Hə. İndi gəldik vasitəsiz nitqli cümləyə. Vasitəsiz nitqli cümlə. Vasitəsiz nitqli cümlə o deməkdir ki, mən başqasının nitqini forma və məzmun cəhətdən dəyişmədən verirəm. Yəni, onun ağzından necə çıxıbsa elə də verirəm. Deməli, formasını da saxlayıram. Nəyi də saxlayıram? Məzmun da saxlayıram. Düzdür? Məsələn, nümunə yazım, sonra keçim şeylərə. Məsələn, deyirəm ki, cümlə qururam, bax, diqqət edin. Akif dedi, qoşa nöqtə, nə tərdibsə elə də verirəm. Məsələn, Elvin, mən işə gedəcəyəm. Bağladım. Görürsünüz? Deməli, nə elədim? Cümlə nə tərb varsa elə də verir. Bu oldu vasitəsini. İndi bunu vasitəliyə çevirəndə, vasitəli nitqə çevirəndə, baxın, görün nə baş verir. Baxın, diqqət edin. Akif Elvinə dedi ki, o, bax, buradakı şəxslə uzlaşmalıdır. O, vergül, işə
gedəcək. Nöqtə. Bunu niyə deyirəm? Bax, əgər burada Akifin yerində mən dedim olsaydı, bu mən qalacaqdı yerində. Sən dedin olsaydı, onda bunu səyə çevirənə sən eləmiş olardı. Başa düşdünüz? Bax, müəllifin nitqi hansı şəxsdədirsə, müəllifin nitqi hansı şəxsdədir? Vasitəti nitqi cümlənin tərkibinə ki, şəxs əvəzi ona çevrilməli. İndi baxın bura. Nə dəyişdi? Gəlin, bir də ümumiləşdirək. 1. Xitab döndü, nə oldu? Tamamlıq oldu. Tamamlıq. Xitab bayaq hansı tərəfdə idi? Budaq cümlənin tərkibinə. Döndü, hara gəldi? Baş cümləyə. Baş cümlənin tərkibinə. Qoşa nöqtə, durğu işarəsi öz yeri nəyə verdi? Kişi Şif, bağlayız. Bəli, ola bilər ki, orada olmasın. Sadəcə vergül olsun. Aydındır ki, məcbur deyil. Aha. Sonra, nə dəyişdi burada başqa? Mən o Şərt əvəzliyi. Şəxs əvəzi. Şəxs əvəzi dəyişdiyinə görə də nə dəyişdi həm də? şəxs sonluğu. Əhsən. Deməli, vasitəli nitqə çevriləndə nə baş verə bilər? Sözün funksiyası dəyişə bilər. Məsələn, xitab olar, tamamlıq. Bəli. Gördünüz? Sözün yeri dəyişə bilər. O tərəfdən bu tərəf. Bəli. Şəxs əvəzi dəyişə bilər. Bəli. Bəli. Şəxs sonluğu dəyişə bilər. Durğu işarəsi dəyişə bilər. Cümlədə Bəli. yeni nitq hissəsi tapıla bilər. Bəli. Nə Gördünüz? qədər Və ehtiyatlı olun. Hə, bu belə. Hə, indi burada nə olur? Deməli, bu vasitəli nitq olur. Bu vasitəli nitqdə deməli, forma saxlanılmır. Forma X, amma nə saxlanılır? Məzmun. Məzmun. Fərq gördünüz? Nədir? Keçdi ikinci. Durğu işarələri. Bax, bunun durğu işarələrinin bir-bir məntiqini sizə deyirəm. Bir-bir. O məntiqi də bildiniz, sizi heç kim bu durğu işarələrində yəni səhv çıxara bilməz. Qulaq as. İndi baxın. Sxemlər. Deməli, birinci sxemimiz budur da. M əvvəldə gəlir, qoşa nöqtə mütləqdir M əvvəldə gəlibsə V dırnaqda, nöqtədə dırnaqdan çöldə. Amma nöqtə olmasa, məsələn, M, qoşa nöqtə, dırnaq V, sual işarəsi dırnaqdan içəridir. O cümlədən, bax, altdan bir də yazıram. Nida işarəsi dırnaqdan içəridir. O cümlədən V, 3 nöqtə dırnaqdan içəridə olur. Sual yarana bilər ki, bəli, niyə? Niyə bu belədir? Nəyə görə mən nöqtəni çöldə qoydum, amma sualı, nidanı 3 nöqtəni içəridir. İzah edirəm. Bax, yazıram buradakı. Deyirəm ki, o dedi, qoşa nöqtə, dırnağı açdım, atam evdədir. Evdədir. Düzdür, nöqtə burada. İndi bunların hər hansı birə nümunə yazıram, fərq yoxdur. Birinə yazıram, daha hamısı bir-iki odur. O dedi və ya soruşdu, fərq yoxdur. Dırnaq, atam evdədir. Sual, dırnağı bağladım. Bu niyə belədir? Bax, diqqətlə bax. İndi inşallah biləm, ürəyi burada özü mətbəxdə olana biləm. Bax, bu nöqtəni ona görə çöldə qoymuşam ki, bu nöqtə cümlənin burasına hökm edir, tam. Amma bu sual işarəsi ona görə içəridədir ki, o ancaq buna aiddir. Bunun intonasiyasıdır. Anladıq? Bəli. Görürüz niyə elə oldu? Bu bir. Yəni, nöqtə dırnaqdan çöldədir. Amma sual, nida, 3 nöqtə dırnaqdan içəridir. İkinci vəziyyət. Hə, bəs V əvvəldə gəlibsə, başqa rənglə yazım bu qarışmasın. Əgər V əvvəldə gəlibsə, onun dırnağı qaydasında, bax, vergül, tire, bax, dırnaqdan çöldədirlər. Görürsünüz? En balaca hərflə. Bax, ilk V böyük olmalı, dünya dağılsa da. Bax, ilk V böyük olmalı. Ona cümlənin ortasında dəxlisiz bir sözü böyük hərflə görsəz, bilin ki, V orada başlayır. Olsa kömək edəcək çox yerdə. İndi bunu çevirəm bu tərəfə. Deyirəm ki, atam evdədir, dırnağı bağladım, vergül, tire, o dedi. Hə, indi bu versiyalar bəs burada olsa nətər olur? Baxın bura. V, sual, dırnağın içərisində, daha vergül qoymuruq, M. Yenə o birlər də elə. Bax, nida burada, tire, M. Safaya səsi bağla.
3 nöqtə, dırnağı bağladım, tire M. İndi sual yarana bilər. Müəllim, başa düşdük ki, sualın, nidanın 3 nöqtənin dırnağın içərisinə niyə qoyuruq? Bəs vergülü nə üçün qoymadıq? Fikir verək. Vergülü nə üçün qoymadıq? Bax, nümunəni yazıram. Atam evdədir. Sual, dırnağı bağladım. O dedi. Hə, bunun məntiqi nədir? Müəllimlər, bax, diqqətlə qulaq asın. Vasitəsiz nitqdə dırnaq işarəsi vasitəli nitqin fərqini göstər. Ki, mən burada dırnağı niyə qoymuşam? Qarşımdakı adama deyirəm. Dırnağı niyə qoymuşam? Ki, bu mənim deyil. Nə olsun mən yazmışam? Mənim deyil. Düzdür? Burada M-dir də, düzdürmü? M. Bax, bu V-dir, bu M-dir. Düzdürmü? V ilə M-in də bir sərhədi olmalıdır. V ilə M-in sərhədi də ya tiredir, ya da buradakı nədir? Qoşa nöqtədir. İndi fərz elə ki, burada bu vergül niyə var? Bu vergül burada olmasa nə olar? Vergül burada olmasa bu cümlə belə oxunar. Atam evdədir, o dedi. Başa düşdünüz? O vergül mənə məcburdur ki, mən bu cümləni belə oxuyum. Atam evdədir. O dedi. Tutdunuz məsələni? Bəli. Hə. İndi müəllim, bəs niyə burada vergülə ehtiyac olmur? Məsələn, bu versiyada niyə vergülə ehtiyac olmur? Çünki zaten bu cümlə sual intonasiyası, bu cümlə nəqli cümlə olduğu üçün o fərq yaranır. Vergülə ehtiyac qalmır. Atam evdədir, o dedi. Gördünüz? Tutdunuz temasını. Bəli. Deməli, Yəni mən birinci cümlə sadə intonasiyada, adi intonasiyada olduğu üçün, bununla bu fərq olmalı olduğu üçün vergülü mütləq qoyuram bura ki, o pauza verilsin ki, anlaşılsın. Burada isə ehtiyac qalmır. Zaten nida işarəsi, atam evdədir. O dedi. Görürsünüz? Vergül ehtiyac qalmır. Atam evdədir. 3 nöqtə. O dedi. Gördünüz? Deməli, Müəllim, olar bir sual verin, bağışlayın sözünüzü Ver. kəsdim. Bu vasitəli nisbi cümlədə dırnağın içində olan durğu işarələri sxem dərsini tapır yoxsa yox? Özündə varsa. gələcəm orada, hələ gələcəm. Hələ arxa hoppana, hələ bunu anlayaq, bunu anlayaq, Yaxşı. bunu anlayaq. Sonra, vasitəli nitqdə nəyə bilməz? Bu, bir neçə mərhələli durğu işarələri filanlar var da. Məsələn, bax, deyək ki, burada deyirəm ki, əgər M əvvəldə gəlib, V ortada, sonra yenə M gəlibsə, burada qoşa nöqtə, burada vergül tirem, bu mənim dırnağım, bu ən bəsit şeyləridir də, və yaxud da nümunə yazmıram buna. Yazın mı nümunə? Ya, bu yazım. Məsələn, o dedi, sonra biri deyəcək ki, müəllim, nümunə yazmadı, mən də bilmədim. Aha, o dedi, yox, belə yazım da, o, qoşa nöqtə, gedirəm dedi. Vergül tiri dedi. Və yaxud da ola bilər ki, V, M, V, neçədən artır. Onda dırnaq bir dəfə açılır, bir dəfə bağlanır, nöqtə burada, burada da vergül tirevi qoyub geçsin. Məsələn, gedirəm, dedi, məni gözləmə. Məni gözləmə. Vergül tire, bu da sənin dırnağın. Hə, bu sxemdə biraz ehtiyatlı olmaq lazım. Və bu sxemdə ehtiyatlı olmaq lazım. Nədə? Baxın, sizə deyirəm. Bir də görərsən ki, cümlə sənə belə düşər. Cümlə belə düşər. Bax, fikir verin. Yazıram bura ki, gedirəm, dedi, məni gözləmə. Fərq nədir burada? M-ni böyük hərflə vermişəm. Düzdürmü? Dırnaq Deməli, ortasında. Ayso. Birinci cümlə, bu bura. Bu cəmi bir dənə cümlədir də. Amma burada isə bu M böyük hərflə başlayıb. Baxıram ki, bu da ağızdan çıxıb, bu da ağızdan çıxıb. Deməli, burada məsələ var. Nəymiş o məsələ? Diqqət edin. Bu zaman, müəllimlər, yenə dırnağı bir dəfə açıb, bir dəfə bağlayırsan. Nöqtələ dırnaqdan çöldə qoyursan. Bu heç. Amma gəlirəm, burada, deməli, bu gedirəm sözündən sonra bitmə intonasiyası var ki, mən məni sözdə böyük yazmışam. Nə ola bilər burada? Nida işarəsi olar. Tiremi qoyacam, daha burada vergül qoya bilmərəm. Niyə? Gedirəm. İntonasiyla deyib, bax. Cümlə bitdi. Və burada da nə edirəm? Dedikdən sonra burada artıq nöqtə qoyuram, vergül qoya bilmərəm.
Çünki burada bitmə intonasiyası var. Görürsünüz? Və tiremi də qoyacağım. Bəli. Amma qarışıq oldu bu biraz. Bax, yenə deyirəm. Baxıram ki, vasitəti nitqin ikinci hissəsi, bax, burada balacadır, burada böyük hərfləndir. Görsən? Yəni, səncə bir söz niyə böyük hərflə başlasın? Deməli, orada bitmə intonasiyası var. Yeni cümlə başlayıb yəni. Ay, sağ ol. Yeni cümlə başlayır. Yəni, orada bir cümlə bitib. Onun da, bax, bu da nəyin davamıdır? Bunun davamıdır da. Bu dedi sadəcə ortaya girib bura. Yəni, bu fərz elə ki, bu cümlə belədir də, baxın. Altdan bu formada yazıram. Fərz elə ki, bu cümlə belədir. Gedirəm nida, məni gözləmə. Düzdür, bu cümlədir də bu, elə deyil. Bəli, bəli. Ay, bu həmən bu cümlədir. Bu dedi gəlib urcaq olub bura. İndi dedi bura urcaq olanda mən nidanı söküb bura vergül qoya bilmərəm axı. Tiremi qoyacam. Bu sərhəd burada olmalıdır. Bu tire, bu sərhəddir. Başa düşürsünüz? Bəli. Vasitə nitqin sərhədi nədir? Xatırlayaq. Ya Tire. tire ya da qoşa nöqtə. Düzdür? Bax, tire ilə qoşa nöqtə sərhəddir. Bəli. Fərqi nə göstərir? Dırnaq işarəsi. Yadda qala. Deməli, sərhədi mütləq olmalıdır. Bu, əgər bu V-dir də, bax, buradan bura V-dir. Mən bunun ortasına bir M vurcaq dırnaq eləmişəm işarəsi də. qoya bilmirəm. Yox, olmaz elə bir şey. Müəllim, hər ikisində bir sual ver. Hər ikisində bunun dırnaq nədir? Qoşan nöqtələr onsuz da cümlədə tapanda qoyulur da, onu cümlədə müəyyən eləmək lazımdır ki, vergül nədir, dırnaq nədir, nə vaxt qoyulur. Və mən nə deyirəm? Mən yazıb nə deyirəm bir saat? Ola Mən də bilər. onu deyirəm, değil mi? Hə. Deməli, nə oldu burada? Nə bax, bu böyük hərfi görəndə özün şübhələnirsin. İndi biz testlərlə işlə də mən o şeyləri sizə deyəcəm. Narahat olun. Bu da belə. Bir də vasitədə iki dənə kiçik məqam var. Onu da deyim, bitsin. Zaten dərsin yekunlaşmasına az qalır. Deməli, müəllimlər, iki məsələdən biri. Bir, vasitə nitqin iki forması var. Biri var təhkiyə forması, təhkiyə, yəni dırnaqlı forma. Dırnaqlı forma. Aydındır, o onun ardınca gəlir də. Məsələn, deyirsən ki, Əli dedi, qoşa nöqtəvi açıb, qoyub, dırnağı açıb, deyirsən ki, işə gedirəm. Bu olur nə? Bu olur təhkiyə forması. Bir də var dialoq forması. Dialoq forması isə təzə sətirdən olur. Təzə sətirdən və yazıram bura ki, dırnaqsız. Dırnaqsız. Məsələn, baxın bura, Əli dedi, qoşa nöqtə, təzə sətirdən tire işə gedirəm. Doğru dırnaq qoymuşsun. Bəs tire İşə Aqil müəllim? Tire Qoydum Əlidən da, əvvəl. tireni qoydum da. Bəs Əlidən Əldən əvvəl niyə qoyum? Əli M-dir, M-dən bildim. əvvəl niyə qoyum? Belə demək istəyirəm, iki sətr olmasa, dialoqda nümunə verirsə, birinci sətr onda tire ilə onda başlayır. tirevi qoyacaqsan. Bəli, tirevi mən ondan qoyacaqsan. Məsələn, qarışdırdım. fərz elə ki, budur. Evə gəl, dedi, gözləyirəm. Gözləyirəm. Bəli, bu Bu da artıq dialoqda tire. burada mütləq tirevi qoyacaqsın. Bəli. Hə. Sonra bu bir məsələ. İkinci məsələ buraxılmış durğu işarəsi məsələsi. Testdə ən çox düşür. Buraxılmış durğu işarələri, sual işarəsi qoyuram. Məsələn, bir dənə vasitə nitqli cümlə yazıram bura. Yazıram ki, məsələn, Əhməd, Akif bizə dedilər. Nəsə, belə bir cümlə qoyuram. Bizə dedilər. Düzdür, bizə dedilər, qoşa nöqtə, dırnağı açıram. Uşaqlar, deyəsən, evə getməliyik. Getməliyik. Düzdür, dırnağı bağladım, qoşa nöqtəmi də qoyum. Baxın, müəllimlər, bu durğu işarəsinə bağlı iki məqam. Bir, durğu işarəsi. Əgər durğu işarə ilə bağlı soruşulan sual deyirsə ki, vasitəsiz nitqlə bağlı soruşursa, deməli sən ancaq vasitəsiz nitqə görə qoyduğun durğu işarələrini tapırsan. Başqaları yox. Yox. Əgər səndən, mavi rənglə verirəm, ümumi soruşursa, yəni vasitəsiz nitqlə bağlı demir, deyir ki, buraxmı durğu işarələrini, onda bu vergülü də, kitabın vergülündə, ara sözün vergülündə və hamısını qatırsın. Aydındır. Hamısı.
Yəni buradan bir kısa bir qeyd yazıram ki, yazıram ki, nöqtə, yazıram, nöqtə, nida, sual, 3 nöqtə, vasitəsiz nitqlə bağlı deyil. Vəssalam. Vasitə nitqlə bağlı durğu işarələri bulardır. Bir daha yazdım. Qoşa nöqtə, amma hər qoşa nöqtə yox da. Vasitə nitqə görə qoydum qoşa nöqtə. Tire, yenə hər tire yox. Vasitə nitqə görə qoydum tire. Vergül, yenə hər vergül yox. Vasitə nitqə görə qoydum vergül. Bir də ki, dırnaq, təbii ki, hansı dırnaq? Vasitə nitqə görə qoydum dırnaq. Bəli. Bu da belə. Dərsimiz aydın oldu. Bir şey öyrənə bildik. Bəli. Müəllim, bu dərslər ötəsi yoxdur həqiqətən. Tərəfliyim, mən motivasiya verim. Deməli, deyim, saxlayayım, bizə dəqiqə, stop.